İmam Zaman adına Xilas Fondu yardımlarını davam etdirir. Bu dəfə fond Marneuli şəhərinin Qaradağ ərazisində yaşayan sosial cəhətdən həssas və fiziki məhdudiyyətli 2 övlad atası olan şəxsə 4000 lar dəyərində yük daşıyıcı moped bağışlayıb. Bildiyimiz kimi İmam Zaman Xeyriyyə Fondu tərəfindən bir Əlil qardaşımıza dəstək olundu. Əlil qardaşımız əl arabasından, küçələrdən zaddan dəmir budurkalar yığırdı və çox əziyyət çəkirdi öz əlil olduğu üçün və onun üçün İmam Zaman Xeyriyyə Fondu bir dənə 4100 lar dəyərində moped hədiyyə etdi. Fondun üzvlərindən hər birindən təşəkkürümüzü bildiririk. Qeyd edək ki, İmam Zaman adına Xilas Fondu 2024-cü ilin aprel ayında təsis olunub. Fəaliyyətə başladığı gündən etibarən fond sosial cəhətdən həssas ailələrə dəstək göstərmək, onların məşğulluq və gəlir imkanlarını artırmaq məqsədi ilə müxtəlif layihələr həyata keçirir. Hazırda fondun 200-ə qədər üzvü var. Üzv olmaq və dəstək olmaq istəyən şəxslər 568 00 0090 nömrəsi ilə əlaqə saxlaya bilərlər.